Pomidor, biber, badımcan, xiyar şitillərinə təbii üzvü gübrə necə hazırlamaq lazımdır? Ümumiyyətlə, nə qədər alaq otlar varsa, onlardan təbii üzvü gübrə hazırlamaq olar. Baxın, bu cür qırırıq. Ispanaqlardan, gülləyən ıspanaqlardan fərq etmir. Yaşıllıq olsun. Əgər göyərtilərinizdən çox istifadə etmirsinizsə, bu cür gülləyibsə, bunlardan qıraraq, bu cür qablarımıza, mən sadəcə göstərirəm, bunu böyük qablarda da etmək olar. Bu cür qaba qoyuruq. Daha cincilim otundan da yoluruq. Bunu doğrayıb qoymaq daha məsləhətlidir. Baxın, bu cür. Bu təbii mənim hazırladığım üzvü gübrələrdir. Sadəcə alaq otlarından, istifadə edilməyən göyərtilərdən hazırlanır. Daha sonra isə kartof, tərəvəz qabıqlarını bura əlavə edirik. Baxın, bunlar kalium, azot ehtiva edir və bu da bitkilərimiz üçün lazımlıdır. Baxın, bu cür bunu ağza buğuz doldururuq. Daha sonra isə bura ılıq su əlavə edirik. 1-7 gün arası gözləyirik və ikinci, üçüncü günləri 2 gün gözlədib də istifadə etmək olar. Nə qədər çox gözləsək 1 ilə 7 gün arasında gözlədiyimiz müddətdə qarışdırmaq lazımdır. Sadəcə qarışdırma səbəbi odur ki, daha yaxşı həll olsun. Ümid edirəm ki, faydası olar. Bu üzvü gübrəni əgər hazırlaya bilməyən olsa, mənə sifariş edə bilər. Sağ olun, var olun.